Əziz izləyicilər, zəhmət olmasa videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın. Kriminal aləmin Mirnəy Rəşadı kimdir? Mirnəy Rəşad kimi tanınan Rəşad Lənkəranski, Rusiya, Qafqaz və Azərbaycanda sayılıb seçilən avtoritetlərdən biridir. Keçək əsas xəbərə. Ağayev Rəşad Mahiroviç 1990-cı ildə Lənkəran şəhərində anadan olub. Rusiyanın Novi Urengoy şəhərində böyüyüb boya başa çatdığı üçün ona Mirnəy ləqəbi verilib və onu hər kəs Mirnəy Rəşad kimi tanıyıb. Rəşad 2004-cü ildə, yəni 14 yaşında Rusiyada bir il müddətinə həbs edilir. Həmin zamanda Zek razborkasında özündən 5 yaş böyük Rus oğlanla dalaşır və ona sonda 3 bıçaq zərbəsi vurur. Və sonradan 2007-ci ildə Rusiyada çoxlarının kriminal avtoritet kimi tanıdığı erməni Armen ləqəbli Edgar Avqanyansanı Moskvada güllələyir. Rəşad onu öldürməsə də ayağından yaralayıb sağ qulağını kəsir. Onu vurmasının səbəbi isə Rusiyada yaşayan Azərbaycanlı sahibkarları və bazarda xırda ticarətlə məşğul olan şəxsləri təhdid etməsi, onları incidərək qanunsuz pul yığması olur. Rəşad həmin il üzərində silahla tutulur. Erməni biznesmenlər Rəşad Lənkəranskinin başına 3 milyon dollar pul qoyur. Bundan sonra Rəşad Lənkəranski Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin nəzarətinə götürülür. Deyilənə görə Rəşad Lənkəranski uzun müddət Bakının Əhmədli qəsəbəsində vəziyyətə baxıb. Bu yerlərdə hər bir ciddi razborkada söz sahibi olub. 2007-ci ildə Rəşad qanuni oğru Yura Qans ləqəbli avtoritetlə Tümen vilayətində atışır. Onu qarın nahiyəsindən və ayaqlarından güllələyir. Bu söz söhbət də Azərbaycanlıların üstündə olur. Rəşad Lənkəranski gənclik illərində daim Rusiyada Azərbaycanlıların müdafiəçisi olub. O, millətpərəstliyi ilə qonşu ölkədə ad çıxarır. Bütün razborkalarda xalqını sevdiyini, onun hər bir vətəndaşı üçün döyüşməyə hazır olduğunu deyir. Rəşad Lənkəranski Rusiya vilayətində restoranlardan birinin qarşısından keçərkən tanımadığı həmyerlisi Çingiz Əhmədovun 2 erməni vətəndaşı ilə mübahisə etdiyini görür və dərhal o tərəfə gedir. Mübahisəyə qarışan zaman erməni vətəndaşının Azərbaycanlılara qarşı işlətdiyi nalayiq sözləri Azərbaycanlıları söydüyünü eşidir və buna bərk qəzəblənən Rəşad həmin zaman ermənilərdən birinə cibindən çıxartdığı kəsici alətlə 4 zərbə vurur. Üzünə şıram ataraq, bu da Azərbaycanlılardan sizə xatirə olsun deyir. Bu zaman hadisə yerinə polislər gəlir. Rəşadla yerlisi Çingiz Əhmədov həmin yerdən uzaqlaşırlar. O hadisədən bir müddət keçəndən sonra Rəşadın düşmənləri çoxalır. Rəşad Lənkəranski Rusiyada mafiya başçısı olur və həmin ərəfələrdə kimliyi bəlli olmayan killer tərəfindən atəşə məruz qalaraq yüngül bədən xəsarətləri alır. Rəşad mərkəzi xəstəxanaya yerləşdirilir. O zaman Rəşadın qruplaşması bu sui-qəsdlə bağlı şübhələndikləri düşmənlərdən 3 nəfəri güllələyərək öldürür. Onun qruplaşması Rəşad Lənkəranskini xəstəxanadan çıxaran zaman polislər onların izinə düşür və Rəşad ələ keçirilir. 2012-ci ildə Azərbaycana ekstradisiya edilir. 2013-cü ildə Azərbaycanda mafiya başçısı olduğuna görə 12 il müddətinə azadlıqdan məhrum edilir. 2014-cü ildə Mirnəy Rəşad Lənkəranski oğrular tərəfindən tazlandırılacağı gözlənilirdi. Lakin o həbsdə olduğu üçün bu sıxotka saxlanıldı. Rəşad Lənkəranski olduğu bütün həbsxanalarda qanuni oğruya məxsus şəkildə saxlanılır. Hal-hazırda yenicə azadlığa qovuşub. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın.